Oğluna düşmən kəsilən Sənubər ana Əkbəri övladlıqdan sildi, əşyalarını kölə atdı. Hər kəsin marağına səbəb olan ailədə nə baş verdi? Gözlərinizə inanmayacaqsınız. Az sonra. Davam edirik biz və hər halda biz bu qapıya baxırıq. Mən ümid eləyirəm ki, bu qapıdan kimsə gələcək. Mən ümid eləyirəm, inanırım. Amma mən daha başqa məqamlar var, bizə müraciət edən insanlar var. Fəxri bəy, dünən siz mikrofonlar Esmira xanım, bir dənə zəhmət olmasa ötürün. Hə, var orada. Seymur, götür mikrofonu. Fəxri bəy, nə baş verdi, bizə real danışın. Dünən getdiniz, görüntülər var. Görüntüləri də verin zəhmət olmasa. Verin, görüntülər verin. Görüntü kimi verin. Xeyr olsun, hər birinizi salamlayıram. Dünən mərkəzə yaxınlaşdıq. Yaxın saxlayın mikrofonu. Müqavillər bağlanıldı, mərkəzlə tanış oldu Seymur bəy və artıq, belə deyim, yerləşdirdik mərkəzə Seymur bəy. Yox, axı belə deyil. Müəyyən bir... Reallığı danışaq, lütfən. Reallıq odur ki, hər bir... Adam nə reaksiya verdi, onu deyin, lütfən. Yəni, biz burada açıq hər şeyi. Mal alamaq, örtbastı eləmək, neynəmək lazım deyil. Açıq danışaq. Nə təəssürat yaratdı adam sizdə? Adam sağalmaq istəyirmi? Bəraət və bəhanələr gətirir və bu bəhanələr, belə deyim... Yəni, qalmaq istəmir bir sözlə. Müəyyən bir, yəni dediyim kimi, şərtlər qoyur, bəli. Bu, hər bir asılı şəxsdə öz istifadəsini dayandırmamaq üçün, davam elətdirməkdən ötürü bir bəraət və bəhanə gətirir. Onda isə bəhanə odur ki, yoldaşım məni qəbul eləyəcəksə, mən sağalmaq qərarı verirəm. Mikrofonlara. Hansı üzlə, qardaş? Hansı üzlə şərtləri qoyursan? Sən ailən lazım deyil. Bilirsiniz necədir, Zahir bəy? Bu insanlar, söhbət Seymur bəydən yox, ümumiyyətlə bu tipli insanlar əgər həqiqət burada qəbul eləməlidirlər ki, biz bitirdik bu məsələmizi. Bu alüdəsilikdən qutardıq. Bunu burada qəbul eləməlidirlər. Bu günləri deyək ki, Fəxri bəy, biz, siz, kimlər onlara yox. Burada qəbul eləməlidir. Ki, əslində elə də olmalıdır. Siz burada bitirməlisiniz hər şeyi. Və dünən mən burada söz deyəndə çox insanlar qəribçiliyə salır mənim sözümü. Niyə? Mən dedim ki, bu insan pləkanların son pilləsində dayanıb, yəni ki, bax, görürsünüz, o bizim qardaşımız da dedi ki, o ya mənimlə barışarsa, bax, mən ona gördüm, birdən itələnərəm, düşərəm, yerərəm məsələsini dünən mən dedim, bax, budur. Bəs mən sizə salam deyirəm, siz mənə sağ ol deyirsiniz. Sonra gəlirik, həmin şey olur. Həmin şey olur. Başa düşürsən, günah bilirsiniz kimdədir? Ən böyük günah. Bax, o bizim gəlinimizdədir, qızımızdadır. Vaxtında ilk dəfə o insan mənə əl qaldıranda o əli saxlatdırmalıydı. Amma Mehriban xanım... Ki, ikinci əl gələndə artıq onun sözü olmalıdır. Mən səni saxlamaq... Fədakardılar, bəli. Xanımlar dözür, bir dəfə, iki dəfə düzələr deyirlər. Gəlin etiraf eləyək də. Düzdürmü? Yox, o abırından. Qonşu nə deyər, ailəm nə deyər, qardaşım nə deyər, bacım nə deyər. Cəmiyyətimizdə belə bir reallıq var. Amma bir şey də mən istəyirəm, deyəm Zahir, mən çox vaxt alınca, bilsən, mən konkret deyirəm sözümü. Bir şey deyəcəm. Bax, düşmüşük ki, ay, mən bunu belə eləyəcəm, sənin sözün keçməz, mənim hüquqi yerdən keçər, təki keçsin, mənim inadıma nəsə olunsun. Amma bir şey var, gəlin bunu unutmayaq. Əgər mən o evdə xoşbəxt deyiləmsə, mənim evladlarım da xoşbəxt deyil, onu da gəl götürüb deyəcəm mən. Xoşbəxt deyilsə, əziyyət verilirsə evladıma, mənə fərqi yoxdur. O, nə edirəm deyir, o qızıl teşdi ki, içinə qan qusacam. Mən nə edirəm ki, o evi ki, mən gedərəm, özüm əziyyət çəkərəm, qab yuyaram, yer yığışdıram, yer süpürərəm, kimisə evində işləyərəm. Gedərəm o qardaşım mənə verən o balaca bir sot da versə, yarım sot da versə. Özünün 90 sot torpağı var. Olsun, mən elə-belə deyirəm. Məğzi, mən orada tikərəm. Çünki sabah onun iki dənə oğlu var. O oğlanlar ona ər də olacaq, ata da olacaq, qardaş da olacaq. Budur. Yoxsa mən neynəm? Yox, evdən ötü gəlib dava eləsəm. Verir, versin, vermir. Belə cəhənnəmin dibinə qədər versin. Evlad onundur da. Sabah ona güləcəklər. Onun nəslinə güləcəklər. Onun baldızına, qaynına güləcəklər. Üstələ uşaq atdım var. Xahiş edirəm, təhqir olmaz. Mən təhqir eləmədim. Təhqir eləməyin.
Mən təhqir eləmədim. Hər Bax, halda mənim Azərbaycan elədiyim vətəndaşı. təhqirlərin yanında mənimki toya gedəsidir. Başa düşdün? Öz yoldaşına qarşı. Mənimki toya gedəsidir. Üzr istəyirəm, Hə. Zahir müəllim. Elə hər kişi arvad olacaq, döyəcək, içəcək, keyf eləyəcək, 3 qram araq gəlib arvad eşək kimi döyəcək. Xeyr, Biz tutacağıq. dünənki günü Zahir müəllim, çox sağ olun ki, yəni ki, bu sizin efir vasitəsilə. Seymur, görürsən, cəhənnəm sözünü təhqir kimi qəbul edirsən və sənə ağır gəlir. Yox, nəsildə var axı ortada. Hə? Mənim nəslimi tanıyır, o nəsildən söhbət. Nəslinə söymədi ki. Nə dedi, nə... Nəsil söhbət eləmədi az. Yox, nəsil söhbəti getmədi. Buradan Yoxsa azı mənə getsə. belə bir şey gəldi. Ya... Yox. Zahir Yəni müəllim, ki, bir dənə- lap belə... Elədiyin hərəkətlərə görə Mehriban xanım bu verilişin eksperti sizi tənqid edir. Deyir ki, bu məsələlər olur. Bu tənqirdir, bu təhqir deyil. Yaxşımı? Zahir müəllim, üzr istəyirəm. Dünənki günü sizin nətər deyim, efir vasitəsilə mən yönəldim. Qardaş, sən gəlib orada qalırsan müalicə olmaqda. Bəli. Dünənlə müalicəni getdim, gördüm. Qəşəng, normal. Bəs nəyə müalicə- bəhanələr gətirirsən? Toyuğum qalıb, cücəm qalıb, hinduşkam qalıb, nə bilim nəyim qalıb. Arvadın gəlib baxacaq da evdə hamısını. Toyuğunuza, cücənizə Mən hətta Zahir müəllim üzr istəyirəm. Şəraiti edək, hər bir şey çox gözəl, nətər lazımdır. 5 ayda, 6 ayda müalicəmi də qəbul edəcəm. Hər kəsin yanında, neçə milyon əhalisinin qabağında deyirəm. Pilusda mənə iş də təklif olunub. İşimi də qəbul Nə edəcəm. istəyirsən bəs? Allah razı olsun. Allah Allah köməklər köməklər olsun. olsun. Nə istəyirsən bəs? Amma Seymur bəy, o söz deyil ki, siz deyirsiniz ki, ailəm mənimlə barışacaqsa, mən müalicə olunum. İlk siz özünüzü birinci düşünün ki, mən sağlam olum ki, sonradan sağlam həyatımı davam edərək sağlam ailəmə qovuşum, Düzdür, balalarımı razıyam. xoşbəxt Düzdür. edə Mən bilim. Bax, dünənki əsas günü- budur. Mən dünənki günü getdim, hətta layihə altında, yəni... Qardaş, Allah- bax sən dünənlərin bir müsahibə vermisən. Sevinci, o müsahibəsini mənə ver, zəhmət olmasın. Məhz müsahibəsini. Hər yoldaşım məndən boşamaq fikri varsa, mən müalicə istəmirəm. Ona görə ki, mənim evim eşiyim, yəni boşdur. Toğum, cüzəm, ördəyim hamısı. Əgər belə şey, razılıq, nətər deyim, evə gedəcəksəsə, mənim evimə, mənim deyəndə öz evidir, vəbşi. Gedəcəksə, mən müalicəmi qəbul edirəm. Qardaşım, ilk öncə sən özünə görə sağalmalısan. Bu illərlə dağıtdığın sferaları 2 dəqiqəyə bərpa eləmək mümkün deyil. Sən həyatın axarına burax, bizə inan, etibar elə, biz sənə kömək eləyəcəyik. Düzələcək. İnan ki, düzələcək. Pərvanə. Pərvanə, gəlin belə danışaq da. Ən azı- Gəlin Gülnar ən azı xanımın üç fikrini, dənə körpəm var. əzizim, Onlar Seymur bir yersiz dəqiqə qala gözlə. bilməz. Gəlin Gülnar xanımın fikrini qəribçiliyə salmayaq. Əvvəla Gülnar xanım dünən onu nəzərdə tutmamışdı ki, ona ev alıb verəcək. O dedi ki, İndən sonraki proseslərdə, bugünə qədər qanunsuz bunların evliliyi olubdur. Bundan sonraki proseslərdə nə etmək olarsa onu eləyəcəyik. Yəni, hüquqi tərəfdən bundan sonra ona nə düşür, necə düşür, nələr eləyə bilər? Bu qadının 16 ildir rəsmi sənədsiz evlilik olan bir qadın bundan sonra nə əldə eləyə bilərsə, onun üzərində çalışacağıq. Bu bir. İkinci, bu adamın hüquqi tərəfdən yardım lazımdır. Nəyə görə həm də? Çünki sabah biz bilmirik ki, bu bundan ayrıldı. 2 dəqiqədən bir cumub hansısa kənddə evdə qızıqlanacaq, vuracaq, qaçacaq arvadın üstə ki, gedim onu bir də döyüm. Və buna hüquqi tərəfdən yanaşmaq lazımdır ki, buna yaxınlaşmamaqdan ötürü sənəd alınsın, buna toxunulmazlıq verilsin, bunun üzərində danışılsın. Yox, bizim sözümüzlə onu ona vermək olmaz ki. Mən deyim ki, Seymur onun yanına getmə və gəlib gedəcəm arvad uşağımın yanına. Mən nə bilim Seymur gecə içib gelib hücum çəkməyəcək, onun boynuna yapışmayacaq orada. Amma hüquqi tərəfdən yaxınlaşmama kimi, indi onun adı nədir mən bilmirəm, o uzaqlaşdırmadır da deyəsən. Təhlükəsizlik orderi 30 gündən 180 günə qədər verilə bilər uzaqlaşdırma, bəli. Və Pərvanənin ən böyük varı, ən böyük dövləti 3 dənə körpəsinin vəlayəti var söhbəti, himayəsi var. Bəli. O 3 körpə Azərbaycan Respublikasının vətəndaşlarıdır, vəsiqələri var. İndi mən bilmirəm var ya yoxdur, yoxsa eləyəcəyik. Vardı mən. Əla. Mən Yəni bunu sabah ayrılıb məsələn, Pərvanənin nə olsun hüquqlarını ki, arayıram. nə olsun ki sənədi yoxdur, aliment ala bilər, Yəni. boşana bilər və alimentini götürə bilər. Elə sənədsizdir deyə bu adamın atalıq verib onlara, atalıq hüququ var onların üstündə. Zahir bəy, Ağaç sağ ol da o lazım deyil. Yəni ki onları eləmək lazımdır. Bunlar hamısı şərtdir. İndi burada məsələ nədir? Məsələ odur ki, Pərvanə, sən özünü fikirləşmə də təkcə.
Sən balalarını da fikirləş. Onu sevən evdə böyük oğlu var. Balaları da sevir onu. Sevmir kimi bir şey deyil. Atadır. Bir gəlməyəcək. Kənddə o evdə yaşadığın müddət ərzində. 6 ay bu adam reabilitasiyada olacaq. Oradan çıxa bilməz. Mümkünsüzdür. Bu adam bir daha özünü sübut eləməkdən ötürü. Buna hələ 6 ayımız var. İndidən qərar verməsən, istəmirəm, lazım deyil falan bəşmən. Mən bunu təklif edirəm. Eynilə mənim dünən dediyim, Ki qoy adam getsin, ondan sonra boşanarsan. Pərvanə, sənə demirlər şans ver. Sənə deyirlər ki, zaman ver. Zaman ver, gör necə olacaq zamanla. Zahir bəy, inanırsınız dünənləri, Zahir bəy, dünənləri durmadan... O vaxta qədər anlar verib ki. Mən razıyam, mən də qəbul edirəm. Mən də istəmirəm bir qadın əzilsin. Burada oturan heç bir insan, mən və hamımız və bizə baxanların hamısı heç birisi deyə bilməz ki, bir qadının bu qədər əzilməsinin mən tərəfdarıyam. Ümid, siz səhv salırsınız. Siz nəyi səhv salırsınız? Pərvanənin yoldaşı, faktiki yoldaşıdır, qanuni yoldaşı olmasa da, reabilitasiya müddətində, devrində, reabilitasiya mərkəzində olduğu müddətdə biz Pərvanə demirik ki, get barış və bir yastığa baş Bəli. Biz deyirik ki, o müddətdə sən... Heç o mümkün deyil. Gülnar, heç o mümkün deyil. Yəni biz demirik ki, Ümidin köməyinə, Gülnarın köməyinə. Tamam, bəli. Qapında, bakımda o... Amma bu studiyada oturanlardan, Zahir bəy, bu studiyada oturanlardan o Seymur bəyi ən yaxşı tanıyan elə Pərvanə xanımdır. Bəli. Düzdürmü? Amma bax bir şey də var da. Çox üzr istəyirəm. Bu günləri Seymur bəy qısa və konkret həyatı ilə mən bax onu bütün günü kütlənin içərisindəyəm. Minlərlə insanlar görürəm. Düzdürmü? O insan hələ tam-tamına qəbul eləmir ki, mən həqiqətən də dəyişmək istəyirəm. Pərvanə xanım da ona əmindir ki, o insan bilmir. Dəyişmək istəyir, yoxsa istəmir. Ortada qalıb. Eləmir. Absisiyent dövründədir, adekvat qərarlar verə bilmir bu dəqiqə. Bir dəqiqə, Nail qardaş, bir dəqiqə, abstinensiya dövründə olduğunu qəbul eləyə bilərik, amma kişi mövqeyi var. Biz Azərbaycan ailəsindən danışırıq. Kişi mövqeyidir. Amma kişi mövqeyi o demək deyil ki, mən evdəki qadını əzməliyəm, tapdalamalıyam, təhqir eləməliyəm. Bir dəqiqə. İndi o oğlan mənə, Seymur, mən də baxırdım deyilişə. O oğlan mənə desin ki, mənim əlimdə onun bir dəfəsində əsas olubdur. O əsas olubdur ki, mən onu döymüşəm evdə. Kişi arvadını döyməz. Yoxdur da əsas. Bir dəqiqə, əsas yoxdursa, bu evdə arvadını döyən kişi deyil. Bu ikinci, qoy fikrimi, burada mən bir şey deyəm. Mən əzib döyəndə mənəm. Hələ müalicəyə göndəriləndə mənəm. Yox, bir esentriyə göndərəcək bunu. Hələ bir dilə tutacaq, hələ bir pulsuz da olacaq. Pulsuz olacaq, hələ bir yalvaracaq. Bir dəqiqə, qardaş onun tərəfini saxlayacaq ki, qardaş dəyməyini, Mən qardaşım, mən hətta vurğuladım ki, mən özümdə olmamışam. Bir dəqiqə sizə söz verəcəklər. Sən bir dəqiqə, o qadın da gətirər keçək qulağıma civəni tökər, onda deyirik ki, bu özündə olmayıbdır. Onda belə çıxır ki, mənə hüququm var ki, elə özündə olmayanda gəldim evdəki arvadı döyüm. Əgər onun dalında duran qardaş olsaydı, əgər onun dalında duran atası olsaydı, sən duxun olmazdın o eləyəsən. Heç var. Çünki onun dalında duran yoxdur. Amma indi onun dalında sən onu qova-qova gətirib çıxarmısan bura. Bəli. 10 milyon görürsən neynədir. Və indi buradan ağzı güllülər bəzilərdə deyəcəkli ki, kişidir daha yaxşı eləyir arvadını döyür. O kişilər gəlsin mənim üzümə olsun. Məncə elə kişilər çox azdır. Deyə bilməzlər. Amma olur da yazırlar. Mən qabaqcadan ondan qabağını alıram ki, o sözləri yazmayın. Əgər yox, sənin onun ayrılmaq istəyirsənsə, get rəsmi ayrıl. Bəli. Ay öldürdüm, ay əzdim, ay getdim vurdum özümdə olmadım, kef elədim. Hələ buradan da 5 nəfər gələcək mənə dili tutacaq. Sən gülüm, mən gülüm, deyirsən müalicə ol. Özündə olmuşsan arvad döysən. Besib daha uşaq. Bir qadın sənə neynəməlidir daha 3 uşaq doğandan sonra? Tarla əkir, becərir, toyuqçucu saxlayır, həyat bacanı saxlayır, 3 uşağı böyüdür. Heç görmürəm ki, belə qırlı, qızıllı, mızıllı, belə parlı, parlı. Şey sorursam ki, onun ad günü nə vaxtı bilməyəcəksən. Bilirsən? Ad günün bəlkə də bilər, toy gündən sorur. Yox. Dekabrın 12-si olmalıdır. Pərvanə neçəsidir? Dəqiq bilmirsən. Övladlarını soruşsan belə, hamısını bilirsən?
Ramilin Mən bu şərti suallardır. Yəni bir dəfə olsun əlində bu 15-16 il ərzində o qadına ad günündə bir hədiyyə almısan. Xeyr, çox vaxtı. Xeyr, Çox vaxtı. Qapıda kebab çəkmişik. Toba, Oturmuşuq Allah uşaqlarla. məni Xoş qorusun. deyib ona. Mən çox söhbətləri eləmək istəmirəm Zahir müəllim. Çox söhbətləri eləmək. Məsələn, nə almısan, nəyi xatırlayırsan? Nə ürək sevib almışam. Hesab. Paltarından tutmuş, ayaqqabısından tutmuş, hər bir şey. Allah haqqı olsun. 5-indən əskik, 15-indən yaxşı geyinib Zülmdən, keçənə. zəlalətlə bir qarnım çox, And bir olsun qarnım Allaha, var. bir Xanımın üzrə dəqiqə, baxıb mən razıyam. Gedək, Danışmağa ehtiyacı sandığı var. yeşil Pərvanə xanım, nə vaxt sizə xoş söz deyib, xoş söz. İndi sən mənə bax, bu qadın gələndə bax, buna bax. Belə vəziyyətdəyik. Gəl, o... Tapşqalar ayağında bax bu vaxtda. İndi Qapazdan- görürsən, ağ qapazdan- gün insanı ağardır. Biz demirik, mindir başında gəzdirginən. Hər ailənin öz ənənəsi var. Kənd Hər gibi, ailənin gözəl öz dəyəri var. Azərbaycanda qadın evdə döymə ənənəsi yoxdur. Yox, mən Yoxdur bizim elə ənənəmiz. Yox, mən başqa şey deyirdim. Niyə? Mən sizin sözünüzə qüvvət deyirəm. Burada bir dənə ailənin nümunə, biz ailənin burada bir dənə şahid olduq. Belə olan hallarda axırda nə baş verir? İndi mən burada inşallah ki olmaz elə. Qadın canı boğazına dirənir, qaçır, boşanır, nəsə eləyir, çıxır gedir nə bilim başqa bir insanın yanına. Başqa bir dənə qardaşının evinə, həm oğlusunun evinə. Sonra da o evdə ev uşağı var axı. O uşağın qulağını elə doldururlar ki, o uşaqlar dönür anasının əlinə. Anan əxlaqsızlıq elədi. Rəssalam. Nəticədə ana pis çıxır. Qapqanı vururlar. Nə oldu? Bu qadınlar Bəli, bir sözlə mərdi qova-qova namərd eləyirlər. Mən Könül xanım sizdən ötürü çox darıxmışdır. Alqışlayırıq ürəkdən Könül xanımı.